Üstün söz verilir Beynəlxalq Kyokushinkai Karate Təşkilatının və Azərbaycan Respublikası Kyokushinkai Kantak Karate Federasiyasının prezidenti cənab Teyyub Əzizova. We invite for a speech for the president of Kyokushin Karate, Teyyub Əzizov. Hörmətli xanımlar və cənablar. Ladies and gentlemen. Bugün mənim üçün və o cümlədən Azərbaycan idmanına sevgi və məhəbbət ilə yanaşanlar üçün çox əlamətlər gündür. Today is a very significant day for me and them who fall into sport of Azerbaijan with love. 2 il əvvəl Beynəlxalq Kyokushinkai Karate Təşkilatı yaranan zaman çoxlarına bu xəyal kimi görünürsə, artıq bugün xəyal gerçəkləşib. 2 years ago, when the International Kyokushin Karate Organization was created, it was a dream for me, but now it's realized. Məndən əvvəl çıxış edən Yaponiya nümayəndəsi cənab Mori Yuki'nin təşkilat haqqında xoş sözləri məni çox təsirləndirdi. Japanese representative Mr. Mori Yuki's pleasant words influenced me. Karatenin vətəni olan Yaponiya nümayəndəsinin mənə və təşkilata verdiyi yüksək qiymət mənə bundan sonra daha yüksək zirvələr çatmağa ruhlandırır. The best estimation of Japanese representatives creates native land inspired me to reach the highest top. IKKO-nun əsas məqsədi Beynəlxalq Olimpiya Komitəsinə üzv olmaqdır. The main task of International Kyokushin Karate Organization is to be a member of International Olympic Committee. Bu nüfuzlu təşkilata üzv olmağa Kyokushinkai Karate idman növünün kütləleşməyə artmasına və daha da inkişaf etməsinə nail olacağıq. Being a member of this international organization, we can achieve a popularity increase and big development. Bugün burada IKKO-nun təşəbbüsü ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Kyokushinkai Kantak Karate Federasiyasının təşkilatçılığı ilə mütləq çəki üzrə 1-ci dünya çempionatı keçirilir. Today, by the initiative of International Kyokushin Karate Organization, Federation of Kyokushinkai Kantak Karate, Youth and Sport Ministry of Azerbaijan Republic to hold the first Absolute World Championship. Bu çempionatın Azərbaycanda keçirilməsi məhz möhtərəm prezidentimiz zat ailələri İlham Əliyevin şəxsən idmana göstərdiyi qayğısı səbəbindən mümkün olmuşdur. To hold this championship in Azerbaijan, we grateful our respectable President İlham Əliyev concern for sport with care. Mən öz növbəmdə bütün idmançılar adından Azərbaycan idmanının dünyada tanınmasına və inkişafına görə möhtərəm prezidentimiz öz təşəkkürümü bildirmək istərdim. In my turn, I would like to give thanks for our respectable President İlham Əliyev from all sportmen for now and developing the sport of Azerbaijan. Onun uzaq görən siyasəti nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda əhəmiyyətli qələbələr əldə edirlər. As a result of his forward-looking politics, Azerbaijan sportmen earned significant victory in the international areas. Kyokushinkai karate döyüşçüləri də bu qayğını yüksək qiymətləndirir və daha yüksək qələbələri əldə etmək üçün bütün qüvvələrini sərf edəcəklərinə söz verirlər. Kyokushinkai fighters assert this care and promise to do everything to achieve the highest level. Prezidentin idman siyasətini həyata keçirən Azərbaycan Gənclər və İdman Naziri cənab Azad Rəhimova da öz təşəkkürümü bildirmək istərdim. I would like to give thanks the Sport and Youth Minister Azad Rahimov who realized President of Sport Politics. Hal-hazırda bu döyüş növü qeyri-olimpiya idman növü olmasına baxmayaraq, Azərbaycan döyüşçüləri cənab nazirin və onun rəhbərlik etdiyi qurumun kömək və qayğısını daim öz üzərində hiss etmişlər. Besides on that, it is a kind of Olympic sport. Azerbaijan fighters feel support from respectable minister and head him organization. Bundan əlavə, mən çempionatın keçirilməsində kömək göstərən bütün təşkilatlara və çempionatda iştirak edən dövlətlərin nümayəndələrinə şəxsən minnətdarlıq bildirmək istərdim. Besides of it, I would like to give thanks all of organization and all participant countries which helped to hold the championship. Ümidvaram ki, 3 ildən sonra keçiriləcək 2-ci dünya çempionatında daha çox dövlətlər iştirak edəcək. I hope after 3 years when the second world championship will be holding, a lot of countries participate. Diqqətinizə görə minnətdaram. Thank you for your attention.